Salam, hörmətli əməkdaşlar, hər birinizi xoş gördük. Mən Cəfərli Turanə, ixtisasım biokimyaçı, diyetoloq və nutrisioloqam. Sabira Wellness şirkətində bir ildən artıqdır ki, təlimçi kimi çalışıram və bizim hər həftə təlimlərimiz olur. Ilə də yeni məhsulları ə, təhlil etmək xüsusilə mənə motivasiya verir. Bu günləri mən bir təlimçi olaraq təlimçi olaraq bunu bildirmək istəyirəm ki, təlimlərdə biz yeni məhsulları təqdim edərkən əsasən də biz xüsusilə hal-hazırda elmin inkişafında olan prosesləri də dəyərləndiririk. Niyə? Çünki hal-hazırda müasir həyatda kosmetikada çox dəyişikliklər baş verib. Həm tərkib hissəsi olaraq, həm yeniliklər çoxalır, bitki ekstraktları çoxalır. Və bu günləri sizə təqdim edəcəyim də bu üç məhsul məhz bu yeniliklərin bir nümunəsidir. Çünki son zamanlarda insanlar məhsul alarkən onların tərkibləri ilə çox maraqlanırlar. Hətta bunlar SPF-lər də ola bilər. Hətta bir məhsulun onun dərisinin mikrobiyomuna uyğundur, uyğun deyil belə. Onlar üçün də çox maraqlı olur. Və artıq bu çox sevindirici bir haldır ki, insanlar artıq maariflənməyə çalışır və istədiyi, əldə etdiyi məhsulu ona uyğun olub-olmadığı analiz edir. Və mən də təlimçi olaraq əlbəttə ki, ilk olaraq Sabirna Wellness şirkətində olan məhsulları analiz etməkdir. Onların mexanizmini sizlərə çatdırmaqdır. Siz də insanları, məhsulları seçərkən onlara yardımcı olmağınız əsas iş prinsiplərinizdən biridir. Müasir dermokosmetika ümumiyyətlə son zamanlarda dərinin demək olar ki, içərisində gedən bütün prosesləri anlayır, bütün reaksiyaları anlayır və ən önəmli dərinin öz müdafiə sistemini dəstəkləyir. Və belə deyim, kosmetikanın illər əvvəl bir məhsul seçərkən, yəni kosmetik məhsullardan söhbət gedir əlbəttə ki, o zaman ancaq həm tərkib olaraq məhsul hazırlanarkən ancaq bizim səthimizə təsir, yəni dəri səthinə sadəcə təsir edirdi. Teksturası çox önəmli idi, bir də qoxusu. Yəni əvvəllər kosmetika hazırlanarkən sadəcə bu üç komponentə insanlar yəni fokuslanırdı. Amma hal-hazırda müasir devirdə isə dermokosmetologiyanın funksiyaları çoxalıbdır. Yəni burada artıq bariyerdir, hüceyrə qorumasıdır. Hətta SPF-lərin əvvəllər, məsəl üçün mən özüm də daxil olmaqla sadəcə biz yay aylarında istifadə edirdik, dənizə gedərkən istifadə edirdik. Lakin hal-hazırda artıq müasir devirdə elm inkişaf etdikcə yeni məhsullar, yeni bitki ekstraktları demək tədqiqatda sübuta olunduqca və tərkiblər də dəyişir. Əlbəttə ki, şirkətin məhsulları da bu dəyişimliklərin hər birini qəbul edərək həmin ona uyğun istiqamətdə addımlayır. Və bu da çox sevindirici haldır ki, hal-hazırda bu gün danışacağım bu yeni nəsil demək məhsullar, yeni gələn məhsullar haqqında olacaqdır və ən önəmli isə hal-hazırda müasir devirdə istifadə olunan məhsullardır, hal-hazırda şirkətə gələn və tərkibləri də son devirdə öz sözünü demiş aktiv maddələrdən ibarətdir. İlk olaraq gəlin bizim SPF haqqında danışaq. Yeni gəlmiş SPF-imiz haqqında. SPF 30. Demək, ümumiyyətlə SPF-ləri hər kəs bunu yəni bir yadda qalan cümlə kimi yadında saxlasın və yaxud da sizlərə müraciət edən insanlara belə bu şəkildə biz müraciət etməliyik ki, SPF sadəcə dənizə gedərkən lazım olmur. SPF bizim günlük həyatımızda lazım olan bir məhsuldur. Və SPF-lər bir-birindən niyə fərqlənir? Ümumiyyətlə SPF-lər bilirik ki, bu 20, 30, 50 bu əlbəttə ki, bunun günəşdən qoruma faizini göstərir.
ən önəmli onun tərkibində olan filtrlərə görə fərqlənir. Yəni Ə, əsasən SPF-in, yəni digər şirkətlər də ola bilər, hal-hazırda bizim şirkətdə də ola bilər, məhz onun tərkibindəki filtr. Filtr nədir? Günəş şüasını udur və dəriyə keçməsinin qarşısını alır. Filtr odur. Əlbəttə ki, fiziki filtrlər də var, kimyəvi filtrlər də var. Keçən il bu haqda da məlumat vermişdim. Bunlar fərqli-fərqlidir. Və bu günləri isə, yəni hal-hazırda yeni dermokosmetologiyada kimyəvi filtrlər var ki, hansı ki bunlar stabil, zərərsiz filtrlərdir və bizim dərimizi daha da yaxşı qoruyur və heç bir toksikliyi də yoxdur. Demək, şirkətimizdə olan filtrimiz SPF hal-hazırda tərkibində kimyəvi filtr var və bu kimyəvi filtrin də ən güclü tərəfi ondan ibarətdir ki, bu demək fotostabil filtrdir. Fotostabil nədir? Yəni parçalanması çox gec gedir. Bəzən olur ki, filtrlər, məsəl üçün fotostabil olmur, günəş şüasından bir müddətdən sonra həmən parçalanır. Lakin və bu məhsulun ən güclü tərəfi olması isə fotostabil olmasıdır. Yəni fotostabil filtr sisteminə malik olmasıdır. Bu da ən son müasir filtrlər siyahısına daxildir. Demək, fiziki kimyəvi filtrlərdən SPF-in tərkibində metaksifenol tirazin var. Yəni əsas demək budur. Bir də demək etilqeksil tirazindir. Bunlar ümumiyyətlə fiziki filtrlərdir. Yəni bunların adını yadında saxlamağa ehtiyac yoxdur. Əgər soruşan olsa, hal-hazırda bəli, şirkətdə olan məhsul demək kimyəvi filtrdir. Lakin bu kimyəvi filtr hal-hazırda müasir kimyəvi filtrdir. Yəni fotostabil filtrdir. Burada demək əsas filtrin gələk işinə baxaq. Demək biz dedik ki, bunun tərkibində olan filtr kimyəvi filtrdir. Metaksifenol tirazindir. Demək bunun əsas işi günəş şüalarını qəbul edir. Günəş şüaları bilirik ki, iki dənə günəş şüaları var. Bunlar demək, baxın, şəkildə də göründüyü kimi UVA-dir, digəri isə UVB-dir. Demək, biz dənizdə olarkən, məsələn, daha çox dənizdə olarkən, daha çox istiyə məruz qalarkən bizə təsir edən, yəni dərimizi yandıran, yəni SPF-siz əgər dəniz kənarında və yaxud da isti havada gəziriksə də bizə təsir edən şüa demək bu UVB-dir, hansı ki bu dərini yandırır, yəni hüceyrəni zədələyir, yəni bu üst təbəqəyə təsir edir. Digər ultrabənövşəyi şüal isə UVA-dir ki, bu birbaşa, baxın şəkildə də görünür, bax bu birbaşa dərinin üst səthindən içəri keçərək buradakı olan kollageni parçalayır, pigmentasiyanı artırır və elastikliyi, yəni o lifləri boşaldır. Və ona görə biz məcburuq ki, hər bu iki dənə günəş şüasından ikisindən də qorunaq. Və bu SPF-in tərkibindəki olan bu kimyəvi filtrləri məhz bu iki şüanın ikisindən qorunmaq məqsədi ilə hazırlanıbdır. Və dediyim kimi, burada ən üstünlük ondan ibarətdir ki, hal-hazırdakı bu SPF-in tərkibindəki olan fotostabil filtrdir. Yəni daha uzun müddətli qorumaya sahibdir və güclü antioksidan bir effekt yaradır. Və demək, niyə bu müasir SPF sayılır? Çünki bunun tərkibindəki olan bu kimyəvi filtr ən önəmli bizi yanmaqdan qoruyur və dərimizdə olan kollagenin parçalanmasının qarşısını alır. Gəlin baxaq şəkilə. Bu şəkili qoymaqda əsas məqsədim ondan ibarətdir ki, siz SPF-in sadəcə bir krem olduğunu bilməyəsiniz. Baxın şəkildə də görünür. Biz dedik ki, günəş şüaları əgər şəkilə diqqətlə baxsaq, yəni buradan biz bunu analiz etsək, çox asan başa düşüləcəkdir və insanlara bu şəkildə də başa salmalıyıq. Çünki SPF-i sadəcə bir krem olaraq və yaxud da bir son zamanlar bir trend olaraq baxılır. Hətta dermatoloqlar, məsəl üçün əvvəllər SPF-i, hətta mənim də yadımdadır ki, heç dənizə getsək belə qadınlar istifadə edirdi, kişilər istifadə etmirdi. Lakin belə deyil. Hətta yeniyetmələrə, akne dəriləri olan insanlara artıq dermatoloqlar qətiyyən
tövsiyə edirlər ki, SPF-siz bayıra çıxmasınlar. Gəlin baxaq şəkilə. Baxın, bu bizim hal-hazırda şirkətdə olan SPF-in tərkibində olan aktiv maddələrdir və bu aktiv maddələr nə edir bizim dərimizə? Bu bizim dərimizdir gördüyünüz kimi. Bu şuadır, demək UVB, bir də UVA. Bu iki şua günəş şüası tərəfindən bizim dərimizə məruz qalır. Dərimizə məruz qaldıqda, əgər biz SPF istifadə ediriksə də, həmin bu günəş şüası gördüyünüz kimi bu filtr, bu günəş şüasını udaraq, görürsünüz burada yaşıl, mavi rəngdə belə halqalar var. Bu günəş şüasını udaraq bu filtrlər həmin demək bunu istilik enerjisinə çevirir və şüaların dəriyə zərər verməsinin qarşısını alır. Yəni onu bir enerjiyə çevrilir və ondan sonra əks istiqamətdə geri dönüş edir. Bu demək əsas məhsulu, yəni bu SPF-in mən niyə dedim ki, müasir hesab olunur? Çünki bunun tərkibində demək burada nəyi nəzərdə tutublar? Filtrlər, bəli, müasir filtrlər olduğu üçün, stabil filtr olduğu üçün demək burada dəriyə digər komponentlər də əlavə etməkdə. Çünki biz dedik ki, bəli, filtri uddu istirik, lakin yenə də dəridə bir qıcıqlanma, bir reaksiya kimi proses baş verir. Çünki istiyə məruz qalıbdı dəri və bunun tərkibindəki demək digər aktiv maddələrin əsas işi də köməkçi işini görür. Demək bunun tərkibinə pantanel əlavə ediblər ki, çünki pantanel dəri baryerini gücləndirir. Bəli, demək günəş şüasına məruz qalan dəri istədik-istəmədik biraz baryerdə zəifləmə görür. Biz demişik ki, dəfələrlə təlimlərdə dərinin baryeri çox önəmlidir. Yəni bir evin pəncərəsidir. Əgər bir baryer pozulubdursa da, əlbəttə ki, bizim mikrobiyomumuz da pis olacaqdır, dərimiz həssaslaşacaqdır, tez qocalacaqdır. Nəm balansımız pozulacaqdır və ona görə ən önəmli baryerdir. Hətta bu yaxınlarda bilirsiniz ki, konfransda olmuşdum. Orada da yəni ən önəmli, hətta akneli dəriləri xəstələrin müalicəsində belə əlavə bir dənə məhsul məhz baryeri qorumaq üçün lazımdır ki, çünki aknenin müalicəsi olsun, SPF-lər olsun, yəni əsasən bir də görürsünüz ki, həmin komponentlər dəri baryerinə zərər vura bilir və onun içində bir ayrı bir maddə olmalıdır ki, həmin baryer mütləqdir ki, orada güclü şəkildə qalsın. Və pantenolu burada əlavə etməkləri xüsusilə çox ciddi olur, yəni çox yüksək dərəcədə önəmlidir ki, həmin o baryeri bu pantenol vasitəsilə qoruyur. Və əlbəttə ki, ondan əlavə bunun tərkibində nə var? Vitamin E var, betain var və yaşıl çay ekstratı var. Ümumiyyətlə, sərbəst radikal nədir? Yəni sərbəst radikal bizim zərərli maddədir ki, onu bizim bədənimizdən yəni tamamilə azad olunmalıdır. Və sırf məhz burada yaşıl çay ekstratı sayəsində həmin o günəş şüaları istədik-istəmədik oksidativ stresi artırır. Lakin yaşıl çay ekstratı da həmin bu sərbəst radikalların qarşısını almada güclü antioksidan kimi öz işini görür. Və betain var. Günəş şüası bundan əlavə, yəni bəli, onun tərkibində filtr öz işini gördü, betain öz işini gördü və yaşıl çay da öz işini gördü. Betainin burada olması, betain əsasən günəş şüası bir orada mikro iltihab yaradır. Əslində biz onu gözdən görə bilmirik. Yəni mikro iltihab yaratdığı üçün betain isə burada həmin o iltihabın yaranmamasını, həmin o mikro dediyimiz iltihabın yaranmamasının qarşısını almaq üçün bura əlavə olunubdur. Yəni burada bu sırf bir də tərkibində demək vitamin E var ki, bunun da demək dəri elastikliyini, bəzən olur ki, filtrlər dəri elastikliyini aşağı sala bilər, lakin burada əsas məqsəd nədən ibarətdir? Həmin bu dəri elastikliyini qorumaq üçün də vitamin E əlavə olunubdur. Burada yəni bu məhsul sadəcə bir SPF, yəni
günəşdən qoruma kimi deyil. Yəni günəşin dərimizə vurduğu kiçik-kiçik demək zərbələrin hər birinin qarşısını almaq üçün nəzərdə tutulub, yəni istehsal olunubdur. Və ona görə də ola bilər ki, məsəl üçün sual ola bilər ki, yəni sual olmasa belə sizlərdən məsəl üçün mənim istəyim ondan ibarətdir ki, SPF-i təqdim edərkən, məsəl üçün insanlar SPF özlərinə seçərkən burada həmin bu SPF-in hansı istiqam, hansı məqsəd üçün hazırlandığını insanlara çatdırmaqdır. Bəli, tərkibində nə var? Filtrlər var, kimyəvi filtrlərdir. Lakin müasir hal-hazırda zərərsiz filtrlərdir və stabil filtrlərdir ki, uzun müddətli parçalanmır. Və ən önəmli tərkibində digər bitki ekstraktları var ki, vitamin B5 var ki, bunlar da günəş şüası dərimizə vurduğu zərərin hər birinin qarşısını alır. Yəni bu bizə həm komple anti-age kimi bir məhsul kimi görünə bilər. Ümumiyyətlə SPF-i kimlər istifadə etməlidir? Hal-hazırda demək olar ki, hər kəs, yəni müasir şəhər insanları üçün daha çox önəmlidir ki, SPF. Bir insan bilir ki, pigmentasiyaya meyillidir və yaxud da yaş artdıqca bilirik ki, bizdə pigmentasiyalar artır və ona görə bu insanlar xüsusilə SPF-siz bayıra çıxmamalıdır. Həssas dərilər, yəni bir günəş şüa, yəni burada həssas dəriləri niyə deyirik? Çünki günəş şüası həmən o həssas dərilərdə mütləqdir ki, o mikro iltihabı yaratsınlar. Lakin bunun tərkibindəki olan bitki ekstraktları da həmin bu prosesin qarşısını alır. Akne sonrası ləkələr, yəni bütün yeniyetmələr, burada baxmırıq oğlandır, məsəl üçün qızdır, hansı cinsə aiddir. Mütləqdir ki, əgər bir akne müalicəsi olunubdursa da, hələ ki ləkələr varsa da mütləqdir ki, SPF-lə bayıra çıxmalıdır. Ofis işçiləri ilə xüsusilə bəzən biz dedik ki, iki dənə şüa var. Biri demək UVA, digəri isə UVB-dir. Dediyimiz kimi dəniz kənarında, bayırda bizim dərimizə məruz qalan digər şüadır, UVB-dir. Lakin əgər biz evdə otururuqsa da və yaxud da sükan arxasındayıqsa da, ofisdəyiksə də, demək digər bizim dərimizə təsir edən şüa təsir edir, hansı ki bu UV-dir. Bu çünki şüşədən də keçə bilir və ona görə də məhz bu şüa həmin bizim kollageni parçalayır. Və ona görə insanlar bəzən deyir ki, mən evdən çıxdım, avtomobilə bindim, ofisə çatdım, axşam da yəni eyni şəkildə həyat tərzi sürürəm. Lakin mən yenə deyirəm, məhz bu şüa şüşədən də keçid edərək, yəni sükanda oturmuşuq, əlbəttə ki, sükan arxasında və ofisə gediriksə də, qapalı bir məkana gediriksə də, bu bizə şüşədən də təsir edə bilər. Və ona görə də mütləqdir ki, bu sırf məsəl üçün ofisə gedirəm, ev şəraitində bəyəmsə, bugün heç yerə getməyəcəmsə də, yəni bu anlayış yanlışdır. Mütləqdir ki, biz SPF-dən istifadə etməliyik. Və burada gördüyünüz kimi prezentasiyada telefon, monitor qarşısında və əyləşənləri də xüsusilə vurğulamışam. Çünki telefon, monitor vasitəsilə bizə mavi işıq təsir edir. Bu əlbəttə ki, bizim hormonlarımıza da təsir edə bilir. Yəni onun prosesi fərqlidir. Lakin burada dəridə oksidativ stresi artırır və oksidativ streslə də mübarizədə ən önəmli biraz əvvəl sadaladığım hansı bitki ekstraktları idi ki, onlar da burada bizim köməyimizə çatır. Bunlar yaşıl çay ekstraktıdır, vitamin Y-dir, yəni betainin özüdür. Mavi işığın sayəsində oksidativ stres çoxaldığı üçün həmin bu bitki ekstraktları da bunun qarşısını ala bilir. Yaş kateqoriyasına gəldikdə düzdür, burada qoymamışam, lakin 10-12 yaşından sonra hər kəs istifadə edə bilər. Hamilələrə gəldikdə, bəli, bəzən olur ki, yəni əvvəllər kimyəvi filtrləri hamilələrə tövsiyə edilmirdi. Lakin indi bu müasir filtr olduğu üçün, fotostabil olduğu üçün əlbəttə ki, hamilələr də bunu istifadə edə bilər. Digər məhsulumuz haqqında danışaq. Ümid edirəm ki, SPF haqqında yəni yeni məhsul haqqında bilgiləndiniz. Digər məhsulumuz isə Inbloom duş gelidir. Əslində bu duş gelindən danışmaq
başlamazdan öncə qısa bir xatırlatma etmək istəyirəm ki, biz dedik ki, dərimiz orqandır və dərimizin də bir mikrobiomu var. Əgər o mikrobiyom pozulursa da hər şey ondan qaynaqlanır. Demək, burada mənim ən önəmli ə, belə nəzərimi çarpan əsas dəstək nədir bu duş gelində? Məhz inulinin olmasıdır. İnulin nədir? İnulin prebiotikdir. Yəni bizim dedik ki, dərimizin mikrobiyomumuzu yaxşılaşdırmaq üçün lazım olan bir prebiotikdir ki, hansı ki, sağlıqlı bir dəri mikrobiyomuna sahib olar. Demək biz hardasa iki təlim bundan əvvəl duş gelləri haqqında danışmışdıq. Dedik ki, duş gellərinin tərkibində surfaktanlar var ki, hansı ki bunlar təmizləyirlər. Dəridə olan kiri, kirəci təmizləyirlər, tozu təmizləyirlər. Məhz demək burada gəlin baxaq isə bunun da tərkibində demək surfaktant var və əsas bunun işi təmizliklə yanaşı mikrobiyom dəstəyini də burada yadından çıxartmır. Bir də demək bunun tərkibində olan surfaktan demək hansı formadadır? Yumşaq formadadır. Koka-glukosid formasındadır. Koka-glukosid çox yumşaq şəkildə, yəni dəriyə heç bir qıcıqlanma vermədən yumşaq şəkildə dərini demək təmizləməsinə qadirdir. Gördüyünüz kimi betayin də bura əlavə ediblər. Çünki surfaktan işi demək yumşaq surfaktan olsa da bəzən həssas dərilərdə qıcıqlanma verir və əlavə burada betayinin olması həmin o qıcıqlanmanın, iltihabın yaranmaması üçün əlavə olunubdur və ən önəmli maddə burada yenə deyirəm inulindir. İnulin həmin biz duş qəbul etdiyi surfaktanla dərimizi təmizlədik. Həmin o mikrobiyom pozulmasın deyə bura inulin əlavə edirlər ki, dəri daha da sağlam dəriyə sahib olar. Və əlavə nar ekstraktı var. Antioksidan təsir edir. Bilirsiniz ki, nar ekstraktı digər duş gellərinin tərkibində də biz bir neçə dəfə təsadüf etmişik. Əsasən onun işi antioksidan təsir edir. Dəridə olan sərbəst radikalların qarşısını alır. Yəni ümumi götürdükdə bu duş geli çox balanslı bir duş gelidir. Yəni ümumi balanslı bir surfaktan formasında hazırlanıbdır. Kimlərə uyğundur? Əgər sualı olarsa da hər kəs istifadə edə bilər. Yenə deyirəm, yəni bunun tərkibində hansısa bir efirmi yağı, hansısa bir qıcıqlandırıcı bir maddə yoxdur. Yəni bunu hər kəs əlbəttə ki, istifadə edə bilər. Və universal kremimiz var. Düzdür, bu məhsul daha öncə gəlmişdi. Lakin baxdım ki, bu məhsul haqqında danışmamışam və istədim ki, bu təlimə də salım. Qısa sizə bir məlumat verim. Ümumiyyətlə bu kremi istehsal edərkən insanların bəzən həyat tərzi də nəzərə alırlar və insanlar bəzən olur ki, yer dəyişmə edirlər, harasa gedirlər və yaxud da məsələn evə çox gec gəlirlər və elə an olur ki, insan universal bir şey istəyir ki, hər bir yerimə onu istifadə edim. Yəni həm daşımaq cəhətdən, ağırlıq cəhətdən, həm də rahatlıq, yəni bir özünə komfort axtarır və biz əlbəttə ki, biz elə bir varlığıq ki, hər kəs öz komfortuna düşkündür və məhz bu krem də bizim bu komfort sistemimizi sağlamaq üçün nəzərdə tutulubdur. Əsasən tərkibinə gəldikdə isə tərkibində yəni əsas ümumi götürdükdə triqliseridlər var. Bunlar əsas işi dəridə lipid bərpa, yəni dərinin öz lipid baryerini bərpa etmək üçündür. Və gliserin bilirik ki, əsasən su tutma qabiliyyətini artıran bir aktiv maddədir ki, bu məhsulun tərkibində də var. Vitamin E var. Bu da dəridə oksidləşmənin yəni qarşısını alır, dəri elastikliyini bərpa etmək üçün nəzərdə tutulubdur. Demək, bu kremin tərkibində əlavə olaraq efir yağları var, lavanda, sitrus yağları. Bunlar da xüsusilə biraz rahatlama, yəni
sinir sistemində biraz parasimpatik sinir sistemi, yəni relaks moduna keçmək üçün nəzərdə tutulubdur. Və ən önəmli, yenə deyirəm, bu məhsulu kimlər istifadə edirsə də sualına kimlərə olar, kimlərə olmaz. Yəni əsas tərkibi yağ balanslıdır. Yəni quru dəriyə sahib olanlar üçün, soyuq havada küləkdən qorunmaq üçün, yəni dəridə bir diskomfortluq hiss eləyirsə də həmin bunu sürtərək tərkibindəki efir yağları vasitəsində həmin bu diskomfortluğu aradan qaldırmaq üçün nəzərdə tutulubdur. Və hər kəs istifadə edə bilər. Bəzən olar ki, kimlərə tövsiyə etmirik? Çox qıcıqlanan, həddindən artıq həssas və yaxud da hal-hazırda remisiya devri deyil, çox aktiv vəziyyətdə bir akne ola bilər, aktiv vəziyyətdə bir qaşıntı, səpki ola bilər. Bunlara tövsiyə etmirik. Səbəbi dediyim kimi sitrus yağlarının olmasıdır, reaksiya verə bilər. Yəni bu tip insanlarda biraz ehtiyatlı olmalıyıq. Bugünkü təlim keçdiyimiz bu üç məhsullar ümumiyyətlə mən demək müasir məhsullar hesab edirəm. Çünki tərkibi məhz son demək dermakosmetologiyada ən önəmli son zamanlar təsdiqini tapmış aktiv maddələrdir ki, və ona görə bugün təqdim etdiyim əsas bu üç məhsul məhz müasir dermakosmetikanın əsas aktiv maddələrinə uyğundur. Niyə? Çünki SPF-imiz hal-hazırda fotostabil SPF-dir. Yəni son zamanlar daha çox insanların istədiyi bir filtrlərdir. Ən önəmli tərkibində baryer qoruması üçün antioksidantlar, bitki ekstraktları var. Duş geli məhz burada surfaktan olsa belə yumşaq surfaktandır və tərkibində dəri mikrobiomunu nəzərə alaraq hazırlanıbdır. Bir də ən önəmli, üçüncü məhsulumuz isə çox funksiyalı bir məhsuldur. Əlbəttə ki, bu da bizim üçün daha önəmlidir ki, bizim daha əlverişlidir ki, bəzən olur ki, yenə deyirəm, yer dəyişmə edərkən, xüsusi səfərlərə gedərkən məhz o universal kremi biz istifadə edə bilərik ki, dəri sağlamlığının qayğısına qalaq. Bu günləri sonda isə bunu demək istəyirəm ki, hörmətli əməkdaşlar, son zamanlarda dəriyə qulluq heç bir lüksluq deyil. Bu dərinin ehtiyaclarını ödəmək üçün nəzərdə tutulubdur. Bu günləri biz sizə sadəcə bir məhsul təqdim etmədik. Ümumiyyətlə ilk olaraq biz insanlara dərini İlk növbədə anlamağı, başa düşməyi, onu qorumağı və ən önəmli baryerini dəstəkləməyi izah etdik. İnanın ki, sağlam dəri təsadüfi deyil. Heç bir, yəni hansısa bir kosmetoloqlar tərəfindən, bəli, mən hər kəsə hörmət edirəm. Yəni daim kosmetologiyaya gedim və mənim dərim ideal olsun, elə bir şey yoxdur. Çünki dəriyə bəzən olur ki, doğru qulluq, doğru formul lazımdır. Bu da hal-hazırda şirkətimizdə mövcud olan məhsullarla əlbəttə ki, biz bunun öhdəsindən gələ bilirik. Sonda isə bunu demək istəyirəm ki, hörmətli əməkdaşlar, mənim əsas vəzifə borcum şirkətdəki olan məhsulları sizə elmi izahlı mexanizmini izah etməkdir və sizin əsas iş həyatınızda bu məhsulları insanlar seçərkən onlara düzgün şəkildə təhlil etməyə və ən önəmli insanların ona ehtiyac olduğunu anlamaqdır. Hər birinizə təşəkkür edirəm. Ümid edirəm ki, faydalı təlim oldu, faydalana bildiniz və ən önəmli sizlərdən istəyim bu təlimdən sonra iş həyatınızda daha da sıralarda olasınız, inkişaf edəsiniz. Hər birinizə təşəkkür edirəm təlimə qoşulduğunuz üçün. İnşallah gələn təlimdə görüşmək ümidi ilə sağ olun.